Martın 3-də Media Mərkəzində Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin direktoru Ələkbər Məmmədov, sabiq polis kapitanı Nigar Əhmədbəyovanın və həyat yoldaşı sabiq polis mayoru Emin Əhmədbəyovun hüquqlarının pozulması ilə əlaqədar mətbuat konfransı keçirib. Nigar Əhmədbəyova bildirib ki, ötən ilin dekabrında əmək hüquqlarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsini məhkəməyə verib. O, 3 illik analıq məzuniyyəti başa çatana yaxın uşağının xroniki xəstəliyi ilə əlaqədar məzuniyyət müddətinin 1 ildə uzadılmasını istəməsinə cavab olaraq işdən azad edilməsini qanunsuz hesab edir və işə bərpa olunmasını tələb edir. Məhkəmə isə bu mülki iş üzrə icraatın dayandırılması və uşağının həqiqətən xroniki xəstəliyinin olub-olmamağı ilə bağlı təkrar məhkəmə tibbi ekspertizanın keçirilməsi barədə qərardad çıxarıb. Digər instansiyalar isə bu qərardadı qüvvədə saxlayıblar. Nigar Əhmədbəyova bunun ərinin həbsi ilə əlaqədar ailəsinə qarşı təqib hesab edir. Öz növbəsində iddiaçının səlahiyyətli nümayəndəsi Ələkbər Məmmədov bildirib ki, Əmək Məcəlləsinə müxtəlif konvensiyalara istinadən Daxili İşlər Nazirliyi Kadrlar İdarəsinin Nigar Əhmədbəyova barəsində işdən azad etmə barədə əmri vətəndaşın əmək hüququnun birbaşa pozulmasıdır. Habelə Ələkbər Məmmədov Nigar Əhmədbəyovanın həyat yoldaşının şərlənərək həbs olunmağı ilə bağlı və onun bu yaxınlarda şərti cəza ilə azad edilməsi barədə məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə Əhmədbəyov yol polisinə müqavimət göstərməkdə ittiham olunaraq 2010-cu ilin yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilib.